Elariz Məmmədoğlu'nun ailəsindən də gizli saxladıqlarını düz üzünə aşkar etdi. Bəlkə də biz onun ən yaralı yerini tutuyoruz. Evdə anası gözü yaşlı həmişə. Elariz 8 saatlıq ağır əməliyyat keçirib. Cərrahi əməliyyat olur, ortada 1 saat iynə verilir. Heç kimin dilə gətirmədiklərini İradə İsaq ortaya çıxartdı. İlk dəfədir ki, mən Azərbaycan tamaşasının qarşısında qəhərləndim. Məni heç vaxt belə görməmişdilər. Sizi bu yaxında qınadılar, Allah rəhmət eləsin. Hüseyn Dəryanın yasına getmədiniz. Baxma gəldi ki, vəziyyətin pis, maliyyə dəstəyi oldu. Onu da elədim. Onda mən Elarizə müraciət elədim ki, Elariz müəllim. Az sonra. Hörmətli tamaşaçılarımız, biz hazırda İçəri şəhərdəyik. Bu küçə Böyük Qala küçəsi adlandırılır. Burada Məşədi Ağa Hüseyn Elariz Məmmədoğlu'nun babası yaşayıb. Təxminən 1960-cı illərdə o vəfat edib. Lakin bu günə qədər onun mülkləri qalmaqdadır və deyilənlərə görə onun 4-5 belə 2 mərtəbəli mülkü olub. Gördüyünüz bu bina da Elariz Məmmədoğlu'nun babasına məxsusdur. Bizim aldığımız məlumata görə burada yad insanlar qalmayıb. Elariz Məmmədoğlu'nun babasının qardaşları, əmiləri, dayıları, bir sözlə qohum əqrəbələri yaşayıb. Bax bu binada Məşədi Ağa Hüseynə məxsus olub. Gördüyünüz bu dükkan da Məşədi Ağa Hüseynə məxsus olub. Təxminən 1940-cı, 50-ci illərdə Məşədi Ağa Hüseyn bu dükanda işləyib. Məşədi Ağa Hüseyn sizin nəyiniz sayılır? Mən babam. Bakıda onun gəmiləri var idi. Xeyirxah insan olub. Bəli. Özü Rus demişkən mesenat olub. Göndərir Rusiyyata kasıbları oxumağa. Lənkəranda vətəgələri var idi, Ballı vətəgələri. O üçün belə bir məşhur adamdır. 12 uşağı var idi. 2 yoldaşından, hərisindən 6 uşaq. Bibi oğlu, dayı oğlu 32 nəfər idik. Böyük bir ailədir. Hamımız bıçağı kimi, bıçağıcan, mehribanlıq. Öyle bir doğmadır. Səhv eləmirəmsə 1960-cı illərdə babanız rəhmətə gedir. 61-də. Sovet hökuməti gələndə bütün gəmilərin zatlarının hamısını alıblar. Hər şey alıblar. Bunu tutublar. Tutublar, iş kəsiblər. İş kəsiblər, göndəriblər Poltavaya. Sürgün edildi. Özdə iş kəsiblər 10 il. İş 5 ildə Bakıda yaşamamalıydı. O da evliydi mi iş kəsiləndə? Bəli. Deməli, qaydandan sonra o tez keyriyyət bunu çıxartdı oradan. Qaydandan da sonra həmin həyat yoldaşını gətirir. Bəli. Gətirir. Deməli, Bakıda ona icazə yox idi, yaşasın. Getdi Lənkərana. Yaxşı mülkü zadı vardı. Deyirəm, vətəgələri vardı, dökərləri vardı. Hamısı ona baş eləyirdi. Gedib qalırdı orada. Hələ o 5 illə ömrünün axırına kimi qalır o tərəfdə. Daş düşüb ayağına yara salır. Yara salır. Deməli, oradan da düz mağaca eləməyib, başlayıb qanqrena verməyə. Düzgün mağaca yedir. Yatırdırmışıq Bakıya. Bakıda da öyrənməkdə yeri bakıca. Neçə yaşı vardı? 80 yaşı var. Elariz Məmmədoğlu'na babasından nəsə qalır biraz? Babasına nə qalıb o? Sadəli, belə bir, nə qalmalı? Şahınız xeyir, hörmətli izləyicilərimiz. Bugün də çox maraqlı araşdırmalarımızla mehmanınızım və jurnalistlərimlə, yeni qonağımla bir yerdə təbii ki. Zülfiyə Qurbanova, Alim Nəbuğlu, Mətanət Şamil qızı. Rəhbərlər qonağımız olublar, mövzudan xəbərdardılar. Bəs qonağımız kimdir?
Qonağımız 2000-ci ildən populyarlaşıb, hətta sevilən, bugün xüsusən toylara daha çox gedən, bəzən hətta sərt tənqid olunan, hətta biraz tənqidlərə öyrənən, tez-tez parodiya edilən, özünü bundan inciməmiş kimi göstərən bir insandır. Əslində həmişə deyir cavan oğlanam, amma babadır. Düzdür, özündə həmişə xoş bir təbəssüm var, məsum bir üzü var, amma bu demək deyil ki, o elə göründüyü kimidir. Əslində bürcü oxatana məxsus xüsusiyyətlər var, onda inatkardır, tərsdir. Öz iddiasına görə Azərbaycanda twist janrını o yaddaşlara bir də gətirib, rock-n-rollun isə ilk ifaçısıdır. Elə qəribə də adı var. Şəxsən bu adı mən ondan başqa Azərbaycanda kimsədən eşitməmişəm. Elə isə mən sözü çox uzatmıram. Qonağımızı dəvət edirəm, tanınmış müğənni Elariz Məmmədoğlu, buyursun. Necəsiz Elariz müəllim? Axşamınız xeyir. Axşamınız xeyir olsun. Yaxşı görünürsünüz. Deyirəm də üzündə həmişə məsum, təbəssüm və adınız. Elariz nə deməkdir? Elariz, Elariz. Elşad var, Eldar var, Elşən var. Yaxşı, Elariz nə? El-Ariz. Adı iki yerə bölürsən, el ən qədim türk sözüdür, vətən deməkdir, el-oba. İkincisi mənə Ariz malumdur. arzu sözünün köküdür, arzulayan deməkdir. Elə arzunu, elə sevən adamsınız, hə? Sabirin, dahi Sabirin, Mirzə Əkbər Sabirin bir şeiri var, Beynəlmillər. Orada belə bir sətir var. Bu vətən övladına ariz olub büğz inad. Ariz olmaq, arzu eləyən olmaq. Araşdırma aparmışsınız deməli. Bəli, araşdırmışam. Eyni zamanda eşitmişəm sözü üzə düz deyən insansınız həm də. Sevirsiniz düz Yox. deməyi və düz eşitməyi. Həmişə yox. Lazım Çox zaman olan, uduram sərf eləyəndə. Çox zaman uduram bilən əşyəyi. Biz sizi tanımışıq 2000-ci ildən Девушка в песочном сарафане. Belə bir mahnı var idi, hamı sevdi. Vaqif Qərəzadə deyəsən yazmışdı. Klipdə də Natəvan Həbibi ifa edirdi. Amma nəsə qızınızın toyuna Natəvan gəlmədi ha. Natəvan xanım birinci qızının toyuna gəlmişdi. İkinci qızının toyuna sağ olsun gəlməsə də hədiyyə göndərmişdi. Amma hədiyyədən də qiymətli onun özüdür. Amma hər halda çox sağ olsun. Yəni gəlmiş kimlər. Buna da şükür. Belə deyil. Mən dostum, siz bizim aramızı vurmuyorsunuz. Mən onu çox sevirəm. Gəlin biz izləyək sizin həmin o ilk klipinizi və tamaşaçılar izləsin, biz də keçək əyləşək. Buyurun. Buyurun. Девушка в песочном сарафане повстречалась летом мне в Навране. Baxıram burada cavansız, elə də olmalıdır. Üstəlik yaxşı da belə bığ saxlayırdınız əvvəl. Hə? Nə oldu sizin bığınıza? Niyə elə acı talih oldu onun? Yox, hər kəs bığ saxlayır, saqqal saxlayır, sonra təraş edir. Heç onlara demirsiniz. Nə deyirsiniz? Mən bilirəm axı. Ona görə soruşuram. Bığ saxlayırdım çünki Allah ölənlərinizə rəhmət eləsin. Bığsız kişiləri atam xoşlamırdı. Mən də nə qədər olsa idi, qorxumdan bığ saxlayırdım. Sonra rəhmətə getdi. Mən də Azadlıq. tıraş elədim. Belə çıxdı. Yarı zarafat da desəm, əslində Elarizin evində böyüyün sözünə çox böyük hörmət var. Şəxsən indi siz baxırsınız onun elə xoş təbəssüm, əşi müğənnidir, əşi liberal adamdır, demokrat adamdır, amma heç nə liberaldır, nə demokrat deyil. Evə gedirsən, mən evində olduğum həyat yoldaşıyla da görüşdüm, çox da xoşum gəldi ailəsindən. Təmiz başqa bir Elariz, zəhmli. Elarizdən çox çəkinirlər evdə. Elariz sən deyirsən evdə. Onlara da bir xoş öz göstərdi. Hamıyla mehribansan, amma evdə çox ciddisən. Nə bilim, valla. Mən çünki bilirəm ki, sizin evinizə hər adam gedib gələ bilməz. Buradan mən Gülnar xanımı da salamlayıram. Və siz həyat yoldaşınızı qoymadınız çəkilməyə. Özü istəmədi. Xeyr, elə olmadı, düz danışın. Ümumiyyətlə, Gülnar xanım özü də çox çətinliklərə dözmüş xanımdır. Uzun müddət qaynata ilə, yəni qayınla bir evdə, hər iki ailə yaşamısınız atanızın yanında, hə? Qardaşınızla bir yerdə. Birlikdə, qardaşımla, bacımla birlikdə yaşamışıq. Mən sizin bioqrafiyanıza baxdım. Yazılıb ki, 64-cü il yaşınızı gizlətmirsiniz. Gizlədirdim. Gizlədirdim. 64-cü ildə doğdum. İlin deməyin də, tarix. Axı mənə o yaşı vermirlər, siz niyə? Düz üzünə. Düz, babasa da artıq babadır, artıq babayıq. 82-ci ildə siz rejissorluq fakültəsini bitirmişsiniz. Rejissor, aktyor ixtisası. Baxan deməz amma.
Rejissor oxşamırsınız. Niyə sakit-sakit danışırsınız? Nə hamınızda yazılı gələcək bir adı. Yox, mənə yazığı yəni lazımdır. Gecikmişdi deyə danlanıb, yəqin ona görə biraz sıxılır. Hə, gecikmişdi. Düz 2 saat. Düzdür, öz günahından gecikməmişdi. Mən onu bilirəm ki, Elarız çox dəqiq adamdır. Başqalarının günahı ucubatından gecikmişdi, onu qeyd edək. Və siz, bayaq mən qeyd elədim, twist üslubunda yada salan, yəni son müasir dövrdə siz oldunuz, tup-tup mahnısı ilə, deyilmi? Bəli, 2000-ci ildə o Tup-Tup klipi çəkildi twist üslubuna. 98-99-cu illərdə mən fikirləşdim ki, Azərbaycanda twist olub, sadəcə olaraq populyarlaşan twistlər hamısı rus dilində idi. Naşoçka, Rodinka, Pozvani, sonra Və siz oyun qaydalısında göstərdiniz ki, o necə rəqs eləmək olar onunla? Bəli, mən Azərbaycan dilində, Azəri türkçəsində twist üslubunda mahnı yazdırdım və twist üslubunda rəqs elədim və rəqs kollektivi də dəvət eləmişdim klipə. Elxan Cəfərov idi klipin rejissoru. Sağ olsun və orada bütün Azərbaycana yəni biz göstərdik, Azərbaycan dilində populyarlaşan ilk twist üslubunda mahnı oldu və mənim çox xoş gəlirdi ki, yəni dövlət konsertlərinə gedəndə biz rayonlara, bölgələrə və hansı bölgəyə gedirdiksə, orada uşaqlar bizimlə birlikdə twist oynayırlar. Artıq bilirdilər ki, bax bu twist. O da mənim xoşuma gəldi ki, yəni mən nəyəsə nail olmuşam. Bu sizin bioqrafiyanızda əlamətdar yer tutur. Mənim üçün bu rock'n'roll maraqlı oldu. Dans mahnısı. Bəli. Belə bir mahnını siz rock'n'roll ilk dəfə oxumusunuz. Yəni rock'n'roll üslubunda araşdıra bilərsiniz. Azərbaycan estradasında ilk rock'n'roll üslubunda mahnı dans mahnısı idi. Bəs niyə Aşıqlar bunu qəbul eləmir? Aşıqlar qrupu? Aşıqlar qrupu. O vaxt biz bir yerdə çalışırdıq. Paralel olaraq mənim kliplərim də gedirdi. Sonra Aşıqlar qrupu deyir mahnı bizimdir. Yəni daha doğrusu biz ilk dəfə rock'n'roll ifa etmişik. o vaxt belə bir söhbət oldu. Mən dedim ki, yaxşı, sizindir, lap yaxşı. Hanı o rock'n'roll üstündə mahnı? Bəlkə 30 il əvvəl yazdırmışsınız, qoymuşsunuz evdə balışın altına. O cəmaata, xalqa, Azərbaycan dinləyicisinə heç nə verməyib. Amma bu mahnı, bu klip, bu da insanların ona reaksiyası. Qara gözləri, şirin sözləri. Siz 2003-cü ildə yazdırdığınız və hitə çevrilən Daroqa mahnısı ilə məşhurlaşırsınız. 2004-cü ildə. 2004-cü ildə klip çəkmisiniz. 2003-cü ildə Bəli, yazdırmışsınız. düzdür. Bəli. 2003-də yazılıb, 2004-də klip çəkilib. Və filmlərə də çəkilmisiniz. Məsələn, mənim əlimdə sizin 8 çəkildiyiniz film var. 8-dir, nə bilim. Bir dəfə Qafqazda Kişiləri qoruyun, Qış nağılı, Məhəllə, Məştibat, Moskva-Bakı qatarı, Oyunçu, Yanmış körpülər. İndi yəqin ki, orada fraqmentlər də var. Axırıncı iki filmi bilmirəm, o birisləri. Yanmış körpülərdə yoxsa Tuşabəl əsgərliyi ilə? Bəlkə də var, amma nə bilim. Yəqin çox balaca olub. Və 3 övladınız var. 2 qızınız, 1 oğlunuz. Qızlarınızı biri bu yaxında ələ verdiniz, digəri çoxdan ailə qurmuşdu və oğlunuz da Türkiyədə təhsil alır. Mən istədim ki, tamaşaçıları çox qısa şəkildə sizin bioqrafiyanızdan tanış edeyim. Siz bir sual verim, haralısınız? Bizim məşhur sualımız. Haralıyam, Bakılıyam, əslən şəhəriyəm. Ana tərəfdən Lənkəranlıyam, ana tərəfdən. Mən bilən siz Lənkəranlı, siz elə hər iki tərəfdən. Yox, Yox, əslində Bir tərəfdən. bir tərəfdən. Bizim əlimizdə bir belə material var. Özünüz də mənə demişdiniz ki, babanız çox imkanlı, varlı, zəngin bir şəxs olub. Ulu babam. Ulu babam. Yəni var Yəni baba. atanızın atası bəli, yoxsa? atamın atası. Axı atanızın Atamın da yox, atamın babası. atanızın da babası gedir Lənkərana çıxır. Yox. Lənkərana çıxır. Onu Lənkərana çıxır. qaçqın olmuşlar. Qaçqın olmuşlar. İndi qaçqınlar var da hər yerdə. Zülm əlindən qurtulmuşlar. Yəni ki, bolşeviklər gələndə, yəni o qaçıblar da, küçədə ki, yaxşı geyimli adam. Hardan qaçıblar? Lənkərandan qaçıblar. Bakıdan Lənkərana yox, Lerikə. Lerikə qaç. Lerikin dağlarına. Ora qaçıblar. Bəli. Sizin babanız kim olub? Məsələn, qoy tamaşaçılar da bilsin ki, əslində çox vaxt məsələn bəzi müğənnilər haqqında deyirlər ki, görüb var dövləti, o nə bilir, nə var, nə yox. Amma Elariz müəllimin babası çox zəngin bir şəxs olub. Hətta Bakı şəhərində, İçəri şəhərdə hətta bir neçə bina onun özünün olub, mən bilən. Düzdürmü? Biz izləyək süjetimizi. Sizin babanızın binalarını çək.